sandıqda pambıq təqdim edir. Bugün öz baxım haqqında danışacağam. Öz baxım deyən kimi mənim ağlıma ilk gələn şeylər və əsasən bir çoxumuzun ağlına gələn şeylər nədir? Sosial şəbəkələrdə əsasən gördüyümüz üzə, bədənə qulluqla bağlı rutinlər, məhsullar və idmana getmək, fit görünməyə çalışmaq. Bu da bizə öz baxımmış kimi sırıtdanmağa çalışılır, düzdür? Yoga, meditasiya, səhər vərəqləri yazmaq, jurnal tutmaq, gündəlik tutmaq öz baxımdırmı? Elə qələmə verilir. Hobbilərinin olması, özünə, yəni bədəninə, zehninə, gələcəyinə yatırım etmək. Bu mənalara gəlir əsasən sosial şəbəkələrdə, internetdə qabağımıza çıxan insanlar bizə bunu təbliğ etməyə çalışır çox zaman. Və mən bu fikirlərə baxdığım zaman içərisində əsasən gördüyüm şey məhsuldur, məhsullardır. Alışdır, satışdır, kapitaldır, yatırımdır. Bir sözlə Mustafaya gəlsəm, özünü çox qəşəng bir uza verən kapitalizmdir. Və təkcə kapitalizm olsaydı nə var idi? Davam eləyəcəyik. Toxunacağım bir mövzu daha var, çox önəmli olduğunu düşündüyüm, sorğulamalı olduğumuzu düşündüyüm bir mövzu daha var. Amma gəlin bu kapitalizm mövzusunu biraz irdələyək. Mən bir yazı yazmışdım və o yazını istəyirəm sizə oxuyam. Düşünürəm ki, fikirlərimi çox yaxşı izah eləyir. Ona görə elə yazdığım şəkildə də oxuyacağam sizə. Öz baxım anlayışı, özünə şəfqət göstərmək, öz sevgi, bu anlayışlar əvvəllər tamamilə başqa bir ruhda doğulmuşdu. Yəni özünü sevmək o vaxt yalnızca özüm üçün nəsə edim mənasına gəlmirdi. O vaxt deyəndə nəyi nəzərdə tuturam, hardan da olduğunu deyirəm deyə bəlkə də soruşursunuz, cavabını verim. Örnək olaraq Afro-Amerikalı feminist bir yazar Audre Lorde bu anlayışın ilk güclü səslərindən biri olub və o deyirdi ki, özümə qayğı göstərmək bir lüks deyil, bu özümü qorumaqdır və bu siyasi bir mübarizədir. Və bu sözləri ilə o özünü qorumağın, sistemin içində ayaqda qalmaq və cəmiyyət ilə birlikdə sağ qalmaq üçün çabalamaq və rifah içində yaşamağı nəzərdə tuturdu. O vaxt bu anlayış kollektiv güc və dayanışmanı ifadə edirdi. Amma günümüzdə dəyişibmi? Dəyişib. Birazdan toxunacağım hiperindividualizmlə birlikdə Azərbaycan dilinə necə çevirəcəyimi tam olaraq bilmədiyim həmin o hyperindividualizm kəlməsi, hiperindividuallaşma, individuallıq deyə bilərsiniz buna, həddindən artıq fərdiləşmə. Bunun haqqında ətraflı danışacağam, amma istəyirəm bu yazımı bitirim öncəliklə. Zaman keçdikcə bu əvvəlki mənası dəyişdi. Öz şəfqətin, öz sevginin, öz baxımın. Kapitalist sistem və sosial media ilə birlikdə öz sevgi anlayışı tədricən satıla bilən bir məhsula çevrildi. Tam olaraq başda bəhs etdiyim məsələ. Reklamlar bizə özünü sevirsənsə bu məhsulu al, özün üçün elə, bunu elə, onu elə, bitmir bu şeylər, bitmək bilmir. Özün üçün xərclə, daima yeni şeylər al, daima özünü necəsə kapital halına gətir, satmağa çalış, bacarıqlarını sat, hobbilərini sat, al, tükət, ürət. Bu kimi mesajlar verilməyə başladı bizə zamanla. İkinci önəmli olduğunu düşündüyüm hiperindividualizm məsələsindən danışmaq istəyirəm indi də sizlərə. Bu da düşünürəm ki, günümüzdə bir çoxumuzun yaralı yeridir. Bir çoxumuz bu məsələ ilə sınanırıq. Nədir bu? Birinci ondan danışaq. İndividualizm fərdiləşmə deməkdir. Hiperindividualizm bunu həddindən artıq ifrat dərəcədə eləmək deməkdir. Yəni fərd öz maraqlarını, azadlığını, şəxsi kimliyini cəmiyyətin, kollektiv məsuliyyətin və sosial bağların önünə qoyur. Amma bunu o hədd eləyir ki, həmrəylik, qarşılıqlı məsuliyyət və kollektiv dəyərlər pozulur.
Bu niyə ziyanlıdır? Çünki doğru dildə desəm mən. Ancaq mən demək, cəmiyyətlə arana məsafə qoymaq, divarlar örmək, elə divarlar ki, onları aşmaq doğrudan çətin olsun, toxunulmaz olasan, əsla sənə bir zərər gəlməsin, sən də heç kimi incitmə, öz balaca bubble-ında, yəni köpüyünün içərisində sakit və huzurlu bir həyat yaşayasan. Bunun üçün çabalamaq, həddindən artıq fərdiləşməyə çalışmaq insanı tənhalaşdırır. Şəxsi həyatı performansa, akta çevirir. Daima görkəzmə üçün çabalayırsan, yaxşı olmursan, yaxşı olduğunu göstərməyə çalışırsan. Hər şeyi göstərməyə çalışırsan, olmaq yerinə. Bunu deyəndə Erich Fromm'un kitabları və oradan müəyyən yazılar ağlıma gəlir. Onun kitablarını tövsiyə edirəm. Bu mövzuda daha da araşdırmaq istəyirsinizsə. Çünki bu haqda uzun-uzun yazıb. Ayrıca da podkastda ələ almağı düşünürəm həm kapitalizm, həm də hiperindividualizm məsələsini. Ayrıca da siyasətdən də söhbət getdi. Bu mövzuların hamısını detallı şəkildə danışmağı planlayıram gələcəkdə. Amma hələ ki qısa şəkildə istədim beynimdə kirayə pulunu vermədən yaşayan düşüncələri paylaşım. Və demək istədiyim odur ki, kapitalizm individualizmdən bəslənir, fərdiləşməkdən, həddindən artıq fərdiləşməkdən amma bəslənir və eyni zamanda da onu bəsləyir. Və bu sənin şəxsi həyatını bir teatr oyunundaymış kimi sanki bir aktyorluq məsələsinə, aktrisalıq məsələsinə çevirir və səni yalnızlaşdırır, səni tənhalaşdırır, izolyasiya eləyir, təcrid eləyir cəmiyyət. Yenə ziyan sənə gəlir, özünü incitmiş olursan və eyni zamanda da ətrafına. Və çarəsi varmı? Axı biz bu sualla başladıq, öz baxım əslində nədir? Amma gedişatda daha çox nə deyildən danışdıq. Çox şey deyil. Bildiyimiz çox şey əslində öz baxım deyil. Amma nədir sualının cavabı düşünürəm ki, birinin bizə verə biləcəyi, dayata biləcəyi bir şey deyil. Bu sualın cavabını özümüz özlüyümüzdə tapa bilməyi bacarmalıyıq. Və bunu bacarmaq üçün necə bir yol izləyə bilərik? Bunu özümdən soruşanda mənim ağlıma bir neçə fikir gəldi. İstəyirəm onları sizlərlə bölüşəm. Amma qeyd eləmək istəyirəm ki, bunlar mənim həyatımda işə yarayan şeylərdir və bəziləri eyni zamanda elm tərəfindən də təsdiqlənib. İndi qeyd edəcəm hansılar. Ancaq ki, siz özünüzün özünüzə nəyin yaxşı gəldiyini daha yaxşı bilərsiniz deyə ümid eləyirəm. Və bilməsəniz də ən azından professional dəstək, terapiya və yaxud da dostlarınızdan, ətrafınızdan, çevrənizdən dəstək alaraq bunu sorğulayıb bu yöndə müsbət dəyişikliklər edə bilərsiniz. Sizə bunu diləyirəm. Və keçid eləyirəm mənim addımlarıma. Birincisi, sadəlik və sadələşmə. Bu deyəndə ağlıma minimalizm gəldi və dedim ki, yox. Bu da artıq bir
trend halına gəlib və həddindən artıq şişirdilib və bu da artıq insanlara satılmağa başlayır ki, minimalist bir ev istəyirsənsə, evinə bu əşyaları al. Minimalist bir tərz istəyirsənsə, bu paltarları al. Minimalist bir baxım rutinini istəyirsənsə, bu məhsulları al və s. və ilaxır. Artıq bu da təəssüf ki, kapitalizm zibilindən zəhərlənib. Təəssüf ki, belədir. Amma sadələşmə mənim üçün nədir? Bu, bir şeyləri buraxa bilmək deməkdir. Yeri gələndə kapitalizmin qandallarından da qurtulmağa çalışırıqsa, satın alacağımız şeyin, eləyəcəyimiz şeyin və s. bizim doğrudan da buna ehtiyacımız varmı? Sualını verdikdən sonra bir addım atmağımız ilə gələn bir şeydir sadələşmə. Cümləni ilan qurbağa erməni budaq cümləsi şəklində qurdum. Amma məncə çatdı nə demək istədiyim. Bir şeyləri buraxa bilmə və özünə sual verə bilmək ki, buna doğrudan ehtiyacım varmı? Və sual demişkən ikinci maddəyə keçid edirəm. Doğru sualları verə bilmə və fərqindəlik yazmışam notlarıma bunun böyrünə. Çünki fərqindəlik məncə doğru sualları verərək gəlir. Və fərqindəlik də deyəndə ağlıma təəssüf ki, mindfulness, bilinçli farkındalıq termini gəlir və nə qədər psixologiyada da önəmli bir yeri olsa da, elm tərəfindən də faydalı olduğu təsdiqlənsə də, bu da həddindən artıq sosial mediada artıq pop kültürün bir parçası halına gəlib. Bu da artıq həddindən artıq satılır, alınır və şişirdilir. Bəzən də zərər verə bilir insanlara. Amma bunlar bir kənara dursun, deyinməyimi qoyuram bir kənara. Fərqindəlik deyəndə mənim üçün bu doğru sualları verə bilməkdir. Və eyni zamanda içgörü deməkdir. İçgörü ilə əlaqəlidir. İçgörü, insight. Yəni içində nələrin olub bitdiyinin fərqində olma. Amma bu sadəcə hər şey içində Cem Yılmaz demiş. Bununla bağlı deyil. Sadəcə bu deyil təbii ki. Cəmiyyətdə, ətrafında, dünyada, təbiətdə hər şey daxildir buna. Fərqindəlik. Nə olur, nə bitir? Doğan Cücəloğlu'nun bir sözü var. Gerçəkliyə sayğı. Gerçəkliyə nə qədər sayğı duyursan, sayğı duymaq üçün çabalayırsan. Heç birimiz saint, yücə bir insan, peyğəmbər, tanrı deyilik. Heç birimiz heç bir şeyi mükəmməl bir şəkildə eləyə bilmərik. Nə mükəmməl bir şəkildə sadələşə bilərik, nə fərqindəlik qazana bilərik, nə kapitalizmlə, nə hiperindividualizmlə, nə də ki bir sürü bullshit var. Onların heç birisindən zaten qurtula bilmərik. Bunu birinci qəbullanmalıyıq. Amma günahı da onların üstünə yıxıb, məsuliyyəti boynumuzdan ata da bilmərik. Bir yerdə məsuliyyət götürüb, özümüz üçün doğru olan addımları ata bilərik. Malım əlləri də çox deməməyə çalışıram. Çünki düşünürəm ki, bu biraz kobud səslənir və belə bir zorunluluq da yoxdur. Amma bir tərəfdən də eyni zamanda belə bir məsuliyyətimiz olduğunu da düşünürəm ki, özümüzə və ətrafımızdakilara, ətrafımıza, daha doğrusu çevrəmizə, dünyaya yaxşı
bir şeylər qata bilmək öz çapımızda. Belə bir məsuliyyətimiz olduğunu hiss edirəm və bunun həm bizə, həm topluma yaxşı təsir edəcəyini hiss edirəm. Ona görə də bunun üçün çabalaya bilərik. Çabalamaya da bilərik. Çabalasaq daha yaxşı olur. Nəysə, davam eləmək istəyirəm. Mənim üçün üçüncü önəmli bir nüans dəstəkdir. Sosiallaşmaqdır. Mən bunu öz şəfqət, öz baxımın bir parçası olaraq görürəm. Çünki insan sosial varlıqdır və biz tək başına qalmaq üçün proqramlanmamışıq. İlkel dönəmlərdən, zamanlardan bəri insanlar bir-biri ilə var olublar. Araşdırmalar da bunu göstərir ki, tənhalıq necə insanı depressiyaya sala bilir, necə mental sağlamlıq problemlərini tetikləyir. Onlara yatqınlıq varsa daha da səviyyəsini artırır. Bu mental sağlamlıq problemlərini yaşama ehtimalımızın səviyyəsini artırır. Və tam tərsi dəstək, sosial dəstək, sosiallaşmaq, insanlarla iç-içə olmaq, onlarla ünsiyyətdə olmaq, danışmaq, demək, gülmək, paylaşmaq, yeri gələndə birlikdə ağlaya bilmək, çətin duyğular birlikdə yaşaya bilmək, insanlarla iç-içə olmaq əslində. Çünki zaten connected olduğumuzu düşünürəm. Biz insanların bir-birimizdən bağımsız olduğunu düşünmürəm. Zaten bir şəkildə bir-birimizlə əlaqədəyik. Əlaqə var, oradadır. Amma müasir dövrümüzdə təəssüf ki, az öncə bəhs etdiyim hiperindividuallaşma, kapitalizmin gətirdiyi müəyyən məsuliyyətlər və yenə siyasət və s. bunlar nəticəsində bir-birimizdən çox uzaqlaşıb mağaralarımızda yaşayan canlılar halına gəlmişik və bu bizi depressiyaya salmaqdan, bizi yalnızlaşdırmaqdan və həyatımızın içinə eləməkdən başqa bir şey eləmir. Ona görə də bu insanın sosial bir varlıq olduğunu xatırlayıb sosiallaşmağa özən göstərmək, insanlarla birlikdə var ola bilməyi öyrənmək, insanların sərhədlərinə hörmət göstərməyi öyrənmək, ən başda öz sərhədlərinə hörmət göstərməyi öyrənmək, onları tanımağa çalışmaq, az öncə qeyd elədiyim nüans, doğru sualları verə bilmək və araşdırmaq. Son olaraq demək istədiyim şey odur ki, balans. Mötərizədə şübhəli yazmışam. Çünki balansın təsvir edildiyi kimi bir şey olduğuna inanmıram. Balans məncə heç bir zaman 50-nin 50-yə deyil. Yəni həyatımda balansı yakalamışam. Həyatımda balansı ona qovuşmuşam. Qovuşacağam. Qovuşmaq üçün çabalayıram. Tamam, nədir bu? Bu nədir? Məncə bullshitdir. Amma eyni zamanda da deyil. Bullshit olan şey məncə yenə burada mükəmməlliyətçi bir çaba içərisinə girməkdir. Yenə özünü şərtləməkdir ki, balans üçün 6 saat işləyirəmsə, 6 saat dincəlməliyəm. Münasibətdə mən 100 manat pul qoyuramsa, qarşı tərəf də 100 manat pul qoymalıdır. Mən 2 saat oturub onunla danışıramsa, o da məndən 2 saat oturub danışmalıdır və danışarkən də eyni enerjini verməlidir, ötürməlidir. Mən dünya üçün bu qədər yaxşılıq eləyirəmsə, dünyadakı insanlarda, nə bilim canlılarda mənə onun qarşılığında minnətdarlığını bildirməlidir.
mən idmana gedirəmsə, fit görünməyə çalışıramsa, yoga meditasiyamı eləyirəmsə, bunun qarşılığında super sağlam olmalıyam. Xəstəliyim oldusa başını buraxıram. Nə bilim və s. və ilaxır. Bu balansı o qədər müxtəlif mövzularda ələ almaq olar ki. Amma balans o qədər də bəsitcə açıqlana biləcək və 50-nin 50-yə olan bir şey deyil deyə düşünürəm. Balans məncə 60-ın 40-adır, 30-un 70-ədir, 75-in 25-ədir. Balans dəyişə bilən bir şeydir. Dəyişməyən tək şey də dəyişimdir. Və mənim üçün bu o demək deyil ki, mən işdən sonra gəlməliyəm, bu qədər saat meditasiya eləməliyəm, sonra yoga eləməliyəm, sonra da jurnalıma yazı yazmalıyam. O vaxtda əgər mənə kimsə yaxınlaşıb söz demək istəsə, mənə hansı zəng gəlsə, mən açmayacağam. Çünki o mənim me time'ımdır, öz vaxtımdır. Nə olur olsun, məndən önəmli deyil, mənim sərhədlərim, mən. Yox. Bu balans deyil. Özünü də zorlamaq, sözün əsl mənasında zorlamaq deyil balans. Ki, ayda mən hər gün işdən gələndə bunu eləməliyəm. Eləməsəm, tutaq ki, bu praktikaları eləməsəm, o deməkdir ki, mən özüm üçün doğru olan şeyi eləmirəm. Disiplinsizəm, tənbələm. Oyam, buyam. Öz güvəninin içinə eləmək. Özünü aşağılamaq, yerin dibinə soxmaq ki, sən bacarmadın. Sən balansı yakalaya bilmirsən. Sən işinlə, nə bilim, öz baxımın arasındakı balansı yakalaya bilmirsən və yaxud da sən işinlə sosiallaşma arasındakı balansı yakalaya bilmirsən ya da nə bilim sosiallaşma ilə öz baxım arasındakı balansı yakalaya bilmirsən və s. və ilaxır. Yəni ki, da çürütdüm məsələni özdən nətər. Məncə bəsdir. Da qulağınızdan qan gəldi da balansdan danışım deyərkən çürükçülük eləmiş oldum, amma mənim üçün çox maraqlı bir mövzudur. Özümün də araşdırdığım bir mövzudur deyə belə qarışıq fikirlərimi də tökdüm ortalığa. Nə bilim, vallah belə. Və terapiyamdan da bir hissə paylaşmaq və sonrasında bir neçə cümlə ilə sözümü tamamlayıb bitirmək istəyirəm. Mən sosial mediadan məni izləyənləriniz bilir ki, terapiyaya başlamışam. Psixodinamik terapiya və ilk seansımdır. Uzun müddət sonra, daha öncələrdə də getmişəm terapiyaya. Ancaq uzun müddət sonra bu mənim ilk seansımdır. Və mən bu ilk seansımda bir aydınlanma yaşadım. İstəyirəm onu sizinlə bölüşəm. Mənə psixoloqum soruşdu ki, Nigar, sən kimsən? Mən əslində kiməm? Sualını mənim özümdən soruşmağımı istədi. Və mənim ağlıma ilk gələn şey rollar oldu. Psixoloqum da dedi ki, bu rolları aç. Və bu rolları açmağa başladım. Həyatımda mən müəllimə rolundayam. Qız uşağı, yəni atamın, anamın qızı rolundayam, nəvə rolundayam. Ailəmin bir üzvü rolundayam, yəni qısaca desəm. Amma mənim üçün önəmli rollardır bunlar.
davam edirəm saymağa. Psixoterapevt rolundayam. Bəzən partnyor rolunda oluram romantik münasibətə girdiyim zaman. Dost rolundayam. Ağlıma gələnlər, bir də pişik, 2 pişik anasıyam. Ağlıma gələnlər bunlardır. Və bir də mən özüməm. Və mənim psixoloqum soruşdu ki, bəs bu saydığın rolları başa düşdük. Öncəliyin nədir? Mən dedim ki, öncəliyim mən özüməm. Amma o özün nədir soruşanda dedim ki, bu rollardan ayrışmış bir şeydir və bu mənim üçün ilk başdadır. Daha sonra digərlərini artıq sıralamağa başlayıram mən. İlk öncə mən özüm gəlirəm. Və mənə psixoloqum dedi ki, bu mən özüm nəyəm məsələsini o da çox sorğuluyur və Lacanı oxuyur. Psixoanalist Lacan və mən tövsiyə edirəm onu oxumağı sizə. Psixoloqum da mənə tövsiyə elədi daha çox oxumağı, onun bu barədə fikirlərini. Və uzun sözün qısası, bu sualı özümüzə verə bilərik. Mən əslində kiməm? Məni ilhamlandırdı bu sual və bu sualı özümə təkrar verirəm və hər dəfəsində yeni bir şeylər kəşf eləyirəm bundan bağlı. Və psixoloqum da bölüşdü ki, bu asan bir yol deyil. Bunu tapmaq o qədər də bəsit deyil və mən onu terapiyada belə açıqladığımı düşünürəm ki, mən bunun daima dəyişən bir şey olduğunu düşünürəm, kim olduğumun. Transformasiya eləyən bir şey olduğunu, dəyişən, dönüşən bir şey olduğunu düşünürəm. Amma orada bir mən var və bu mənim özümdür, bu mənim özəyimdir və bu digər bütün şeylərdən ayrıdır. Və bu mənə kömək eləyir ki, mən digər rollarımın içərisində onunla birlikdə var olum və onu da digər rollarımın içərisində hər birində müəyyən dərəcədə var edərək bu həyatı dəyərləndirim müəyyən şəkildə. İstədiyim şəkildə. Və mən əslində kiməm? Bu sualı özünüzə verin. Tez-tez. Yadınıza düşdükcə. Cavablara bir baxın. Cavabları araşdırın. Növbəti sual, öz baxımdan bəhs eləyirik deyə bugün. Mən əslində kiməmdən sonra mən özümə necə şəfqətli davrana bilərəm? Həqiqətən necə şəfqətli davrana bilərəm? Həqiqətən mənim ehtiyacım olan şey nədir? İstədiyim şey nədir? Getmək istədiyim yol hansıdır? Bunları sorğulamaq. Özünə, içinə baxmaq. Və sonra dönüb dünyaya baxmaq, ətrafına baxmaq, ikisini bütünləşdirmək və dolu-dolu, kaliteli, keyfiyyətli bir həyat yaşamaqdır. Canlı. Yaşamaqdır. Sizə də bunu arzulayıram. Və son olaraq dediyim həmin o bir neçə cümləni də oxuyub bitirmək istəyirəm.
Əslində isə öz sevgi nə bir trend, nə də bir lüksdür. O həm mənəvi, həm də ictimai məsuliyyətdir.